Sadə vurğuların ayrılışı A bərabərdir 2-nin kubu vur 3 üstü 1 vur 5 kvadrat şəklində olan A ədədi üçün aşağıdakılardan hansı yanlışdır? Deməli, baxaq variantlarda bizdən nə tələb olunur? Sadə vurğuların sayı, sadə bölənlərin cəmi, natural bölənlərin sayı 40-a bölünən ədəddir. 3 sadə böləni var. Verilən ədədin 2-nin kubu vur 3 üstü 1 vur 5 kvadratı. Bu ədədin sadə vurğularının sayı 3 üstəgəl 1 üstəgəl 2 bərabərdir 6-dır. Sadə bölənlərinin sayı 3'dür. 3 sadə böləni var. Doğrudur. Sadə bölənlərinin sayı cəmi 2 üstəgəl 3 üstəgəl 5 bərabərdir 10-a. Bu doğrudur. Natural bölənlərin sayını tapmaq üçün 3-ün üzərinə və 1-in və 2-nin üzərinə 1 əlavə edib bir-birinə vurmaq lazımdır. Yəni 4 vurulsun 2 vurulsun 3 bərabərdir 8 3-ə 24. Natural bölənlərin sayı 24'dür. Doğrudur. 40'a bölünən ədəddir. Bəli, çünki tərkibində 2-nin kubu 8 vur 5 var. 40'a bölünən ədəddir. Lakin 6 sadə vurğu var idi və ona görə də bu cümlə doğru deyil.